Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Vessalatu vesselamu ala eşrafil enbiyai vel murselin. Nebiyyina Muhammedin ve ala alihi ve ashabihi ve men tebi'ahum bi ihsanin ila yevmiddin. Amma ba'd. Qəbir məsələsi, qəbir əzabı əqidə məsələlərindəndir. Qəbir aləmi bu haqda olan məsələlərə bilmək tövhid və əqidə məsələlərindəndir. Aləmlər elm əhli demişkən 5 qismə bölünür. İnsan 5 aləm dəyişir vücudda. İnsan varlığında 5 həyat dəyişir. Birinci həyatı ruhlar aləmi. Ruhlar aləmi Allah Teala bütün ruhları yaradıb, dünyaya gəlməzdən qabaq ruhlar aləmində cəm eləyib. Vaxtı tamamlanan ruh dünyaya gəlir, gəlməzdən qabaq başqa bir aləmdə olur. O da ikinci aləmdir, ana bətni aləmi. Üçüncü aləm, dünya aləmi, dünya həyatı. Dördüncü aləm, bərzaq aləmi, qəbir aləmi. Beşinci aləm isə axirət aləmi, cənnət və yaxud da cəhənnəm. Bugünkü dərsimiz dördüncü aləm, bərzaq aləmi və yaxud da qəbir aləmi haqqında olacaq Allahın izni ilə. Qəbir aləmi, bərzaq aləmi qeyb məsələlərindən biridir. Allah Teala qeybə inananlara səna edir Əl-Bəqara surəsinin əvvəllərində. Əlif Lam Mim Zəlikəl kitab la raybə fih hudən lil-muttəqin Əl-ləzīnə yu'minunə bil-qayb. O kəslər ki, qeybə iman gətirənlər. O kəslər ki, qeybə iman gətirənlər. Bu, möminlərin sifətindəndir qeybə iman gətirmək. Müsəlman, müsəlmanın Allaha inamının ən mühüm təməllərindəndir ki, qeybə iman gətirir. Çünki inandığı Allah dediyi hər şeyi təsdiq eləyir. Qeyb müsəlmanların özəlliklərindəndir. Qeybə ancaq müsəlmanlar həqiqi şəkildə iman gətirir. Diqqət eləyin. Həqiqi şəkildə iman gətirir dedim. Çünki bəzilər ortaya çıxa bilər, qeyri-müsəlmanlardan, cənnətdən, cəhənnəmdən, qəbirdən danışa bilərlər. Amma həqiqi deyil onların danışığı. Nəyə görə? Çünki cənnətə, cəhənnəmə inanan insan mümkün deyil ki, Allaha ondan öncə inanmış olmasın. Bir insan Allaha inanması mümkün deyil, ta onun elçisi Rasulu son peyğəmbər olaraq göndərdiyinə iman gətirməsin. Bunlar bir-birindən bağlı olan şeydir. Ona görə bir adam Muhammed sallallahu aleyhi və səlləmin Allah tərəfindən göndərdiyi elçi olmağına inanmırsa, onun o danışdığı sadəcə eşitdikləri və həqiqi şəkildə inanmadıqları şeylərdən ibarət olunur. Çünki qeybə inanmaq, Allaha inanmaqdan bir hissədir. İnsan Allaha inandıqdan sonra onun Allahın xəbər verdiyi şeylərə də inanmaq məcburiyyətində olur. Çünki Allaha inanmaq, onun dediklərinə inanmağın eyni şeydir. Allaha inanan adam onun dediklərinə də inanır. Və bunlar bir-biri ilə mülazim olan, ayrılmayan məsələlərdən biridir. Qəbir aləmi, möhtərəm qardaşlar, insan cənnətə öldükdən sonra birbaşa girmir. Nə cəhənnəmə birbaşa girmir. Axirət həyatından, cənnət, cəhənnəm axirət aləmindən qabaq mütləq hər bir ruh bərzaq aləmindən keçməsi lazımdır. Bərzaq kəlməsi
iki aləm arasında, iki şey arasında olan bir boşluq deməkdir. Bərzaq bu deməkdir. İki şey arasında olan bir boşluq. Dünya ilə axirət arasında olan bu aləm bərzaq sayılır. O da ruhlar aləmidir. İnsanlar bu dünyadan ölüb getdikdən sonra, öldükdən sonra onların ruhu qəbir aləmində, bərzaq aləmində saxlanılır. Ya nemət içində, ya da əzab içində ta qiyamət günü qopana kimi. İnsanlar təkrar məhşər meydanına toplanana kimi. Sonra sorğu sual, sonra cənnət əhli cənnətə, cəhənnəm əhli isə cəhənnəmə. Çünki son mənzil, son həyat ya cənnətdir, ya da cəhənnəmdir. Və bu məsələdən danışmışkən və yaxud danışırkən önəmli bir məsələyi vurğulamaq istəyirəm Allahın köməkliyi ilə. O da, bəzən görürsən ki, televiziyada, radioda, qazetlərdə, jurnallarda və müxtəlif sosial şəbəkələrdə ölən insanların haqqında belə ifadələr söylənilir. Deyirlər ki, qovuşdu son mənzilə. Son mənzilə bunu yola saldılar. Bunu son mənzilə qovuşdurdular. Və yaxud da bu adam qovuşdu son mənzilinə. Bu xatadır. Bu olmaz. Ona görə ki, qəbir həyatı dəfn eləmək son mənzil deyil. O bərzaqdır, axirətə çatmazdan qabaq bir aləmdir. Son mənzil sonra gəlir. Ruhlar axirət günü olduqdan sonra, qiyamət qopduqdan sonra Allah bütün ruhları təzdən əmr edəcək, bütün ruhlar, qəbirlər partlayacaq, yarılacaq, qəbirlərdən insanlar bədən olaraq, cəsəd olaraq çıxıb, təkrar məhşər meydanına toplanacaqlar və orada sorğu sual olunacaq. Və sonra oradan o tərəfə gedəcəklər insanlar son mənzilə, o da ya cənnət, ya da cəhənnəmdir. Ya cənnət, ya da cəhənnəmdir. Allah bizləri və bütün müsəlmanları cəhənnəmdən qorusun. Qəbir aləmi, əziz qardaşlarım, müsəlmanları maraqlandıran, iman əhlini maraqlandıran məsələlərdən biridir. Çünki müsəlman dünyadaykən arzulayır ki, qəbir aləminə qovuşarkən mömin olaraq Allaha qovuşsun. La ilahe illallah Muhammedur Rasulullah kəlməsi üzrə Allaha qovuşsun. Müsəlmanı maraqlandıran budur. Və müsəlman istəyir ki, onun qəbirdə məqamı, mənzili geniş olsun və onun qəbrindən cənnətdən bir ayna açılsın və qəbri nur olsun, əzab içində olmasın. Müsəlman bunu istəyir və qorxur ki, qəbir onu sıxar, əzab çəkər. Rasulullah sallallahu aleyhi ve sellemlə gəlmişdir bu barədə, əziz qardaşlarım, ki, Rasulullah sallallahu aleyhi ve sellem qəbir əzabından Allaha sığınardı. Çünki nadir insanlar qəbir əzabından xilas olacaqlar. Qəbir əzabını dadmayan, çəkməyən Allahın çox nadir bəndələri olacaq. Osman ibn Affan radiyallahu anhu qəbir adı yanında tutulanda ağlayardı və ağlayardı və ağlayardı. Hətta göz yaşlarından saqqalı islanardı. Daima belə olardı. Bu hal sahabələrdən birinin diqqətini çəkir. Sahabələrdən birinin diqqətini cəlb edir. Və Osman ibn Affan radiyallahu anhuya yaxınlaşaraq soruşur. Ey möminlərin xalifəsi, sənin yanında cənnət adı tuturuq və sən ağlamırsan. Amma sənin yanında qəbir adı tutduqda gözlərin yaşarır, yaş axır, ağlayırsan, sonra ağlayırsan, sonra ağlayırsan və saqqalın yaşlarından islanır və sənin həlak olmağından qorxuruq. Osman ibn Affan radiyallahu anh onu belə cavab verir.
Deyir ki, Rasulullah sallallahu aleyhi və səlləmdən eşitdim ki, qul qəbrə qoyulduqda ilk öncə 3 şeydən soruşulacaq. Rəbbin kimdir? Peyğəmbərin kimdir? Dinin hansı dindir? Və Rasulullah sallallahu aleyhi və səlləm deyib ki, kimin qəbirdə halı yaxşı olarsa, ondan sonraki həyatı daha da ondan yaxşı olar. Kimin qəbirdəki həyatı, bərzəx aləmindəki həyatı pis olarsa, ondan sonraki daha pis olar. Deyir, ona görə gedəcəyimiz bərzəx aləmində axirətdən qabaq, cənnətdən və yaxud cəhənnəmdən qabaq qovuşacağımız yerdəki durumumu xatırlayıram ki, görəsən orada mən yaxşı halda olanlardan olacam, yoxsa pis halda olanlardan olacam. Və bu idi Osman radiyallahu anh ağlatan. Bugün bir çox müsəlmanlar kiminsə ölümünə ağlayırlar. Olar ağlamaq, insan sevdiklərini ağlaya bilər, sevdiyi insanlar üçün göz yaş tökə bilər, amma qəza və qədərə qarşı çıxmamaq şərti ilə. Bir çox müsəlmanlar günahları qəhqəhə içində edirlər. Günahlar edərkən heç kədərlənib qəmlənmirlər. Və yaxud da bir çox müsəlman dünyavi hər hansı bir mənfəəti itirdikdə ağlayır, hönküldəyir, özünü döyür, özünə vurur. Amma günah edəndə ağlaya bilmir. Tövbəni gecikdirəndə ağlaya bilmir. Ölümün yaxın nə qədər olduğunu dərk edə bilmir. Hər an qarşısında atdığı addım onu qəbrə götürər. Arzusu qəlbində olmur. Ona görə qardaşlar, möhtərəm müsəlmanlar, möhtərəm iman əhli, müsəlmanın həyatında qəbir haqqında düşünmək üçün payı olması lazımdır. İnsan oradakı durumunu bilməsi lazımdır. Otur. Bu çox mühüm məsələdir. İmam Buxaridə hədis var, 1375 nömrəli hədisdir. İmam Buxari bunu bu barədə bab qoyub Səhih kitabında 44-cü fəsildə Ət-təavvuz min əzəbil qabr, qəbir əzabından Allaha sığınmaq, yarhamkallah. Hədisi Əbi Əyyub radiyallahu anhu rivayət edib. Və buyurur ki, xaracən nəbiyyü sallallahu aleyhi və səlləm və qad vəcəbəti şəmsu fəsəmi'a savtan fəqal Yəhudu tuəzzəbu fi quburihə. Rasulullah sallallahu aleyhi və səlləmdən bu hədisi Əbi Əyyub rivayət edərək demişdir. Rasulullahın belə dediyini eşitib. Bir dəfə günəş batdıqdan sonra Peyğəmbər sallallahu aleyhi və səlləm evdən çıxdı və bir səs eşidib dedi. Evdən çıxdı və çıxarkən bir səs eşitdi. Və Rasulullah sallallahu aleyhi və səlləm dedi ki, bunlar qəbirlərində əzab çəkən Yahudilərdir. Allah Taala qəbirdə əzab çəkən Yahudilərin səsini Rasulullah sallallahu aleyhi və səlləmə eşitdirmişdir. Başqa bir hədisdə gəlir, həmçinin Buxaridə, həmin babın növbəti hədisində Əbu Hüreyrə radiyallahu anhudan deyir ki, kənə Rasulullah sallallahu aleyhi və səlləm yəd'u Allahümmə inni ə'udhu bikə min əzəbil qabr və min əzəbil nar və min fitnətil məhyə vəl-məmət və min fitnətil məsihid dəccal. Əbu Hüreyrə radiyallahu anhu rivayət edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm dua edib deyərdi. Ey Allahım,
qəbir əzabından, cəhənnəm əzabından, həyatın və ölümün fitnəsindən, Məsih-i Dəccalın fitnəsindən sənə sığınıram. Rasulullah bu 4 şeydən əksər hallarda təşəhhüddə və başqa zamanları Allaha sığınardı. Qəbir əzabından, cəhənnəm əzabından, həyatın və ölümün fitnəsindən. Həyatın fitnəsi nədir, möhtərəm qardaşlar? İnsan Allahın zikrindən uzaq düşməsi, dinində, əqidəsində fitnəyə və bəlaya düçar olması. Ölümün fitnəsi nədir? İnsan ölərkən şeytanın onu aldatması, imanını əlindən alması və insan ölümündən qabaq küfrə düşməsi. Onun şərrindən Rasulullah Allaha sığınardı. Və həmçinin Məsih-i Dəccalın fitnəsindən. Çünki Məsih-i Dəccal gəldiyi zaman insanların bir çoxu onun dəstəsinə qoşulacaqlar və fitnə törədəcək yer üzündə. O gün elə bir gün olacaq ki, o qədər fitnə olacaq ki, Rasulullah sallallahu aleyhi ve sellem deyir ki, bir kişi axşam mömin olaraq axşamlayacaq, səhər açılanda kafir olaraq sabahlayacaq. Yatır, ortada yuxudur. O qədər fitnə duğyan etmiş olacaq ki, insan yatıb duracaq, küfür içində olacaq. Səhər mömin olaraq qalxacaq, axşama kimi kafir olaraq axşamlayacaq. Fitnənin şərrindən Allaha sığınmaq lazımdır. Məsih-i Dəccalın şərrindən Rasulullah onun fitnəsinə görə Allaha sığınırdı. Ona görə bugünkü gündə müsəlmanların azmasına səbəb olan fitnələrdən də Allaha sığınmaq lazımdır. Fitnəkarların şərrindən də Allaha sığınmaq lazımdır. Çünki möminlərin yeganə sığınacaqları var olan kimdir? Allah Teala'dır. Allah Teala'dan istəyirəm ki, bizləri qəbir əzabından himayə eləsin. Allah Teala'dan diləyirəm ki, bizləri mömin olaraq yaşadıb, huzuruna mömin olaraq köçməyi nəsib eləsin. Və qəbirdə, qəbri geniş, nur içində olanlardan etsin. Qiyamət gündə Rasulullah sallallahu aleyhi ve sellemin bayrağı altında cəm olanlardan etsin. Və sallallahu və səlləmə və bərik alə nəbiyyə Muhammed və alə alihi və sahbihi əcməin. İxlasla.com saytı tərəfindən təqdim olundu.